Kanalımızın çox hörmətli izləyiciləri, ədəbiyyat dərsində yenə də sizi hər birinizi salamlayıram. Lövhədə yazdığım misralara gəlin birlikdə nəzər yetirək. Qaranlıq axşam olanda qayğılı çoban, qar yağış yağanda od ocaqlı çoban. Dədə Qorqud dastanının bir boyu olan Salur Qazanının evinin yağmalanması boyunda bu misralara biz iki yerdə rast gəlirik. Bəs bunlar bir-birini necə fərqləndirəcək? Fərqli obrazların dilində rast gəlinir. Birinci kafirin dilindən deyilir, hansı ki 600 kafir Salur Qazanın qoyunların üzərinə hücum eləyəndə kafirlərdən biri Qaraca çobana müraciət eləyir. Bu misralarla qaranlıq axşam olanda qayğılı çoban, qar yağış olanda od ocaqlı çoban. İkinci məqamda isə Qazan xan Qaraca çobana müraciət edir. Hər ikisində də Qaraca çoban ünvanlanan bu misralar. Qazan xan hansı ki gəlir öz yurdunu boş görür, tarımar olunmuş görür. Onda 4 obyektə müraciət edir. Obyektlər hansı idi? Birincisi yurt, su, qurd və köpək. Bu 4 obyektin heç birindən bir xəbər ala bilməyəndə onda Qaraca çobanla xəbərləşir və Qaraca çobana belə müraciət edir. Qaranlıq axşam olanda qayğılı çoban, qarla yağış yağanda od ocaqlı çoban. İndi bu misraların kimin dilindən olduğunu, kafirin və Qazan xan dilindən olduğunu öyrəndik. Bəs indi necə fərqləndirəcəyik? Təxmini demək olar ki, eyni misralardır da. Bir yerdə sizə ipucu verəcəyəm ki, ikinci misrada diqqət yetirin. Burada qar yağış yağanda ifadəsi defslə yazılıb, kafirin dilindən deyilmiş misrada. Qazan xanın dilindən deyilmiş misrada isə qar yağış yox, qarla yağış ifadəsi var. Qarla yağış. Bu iki ifadələri yadınızda saxlamaqla siz bu obrazların dilindən deyilmiş misraları fərqləndirə bilərsiniz. Hörmətli abituriyentlərimiz, bu cür videolarımızın davamının gəlməyini istəyirsinizsə, bizim kanalımıza abunə olub bəyənməyi və videolarımızı izləməyi unutmayın. İnşallah növbəti dərslərimizdə daha başqa videolarla qarşınıza çıxarıq. Sağ olun, sağlıqla qalın.